Kristal Group of Companies Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan Kristal Beton Qapalı Səhmdar Cəmiyyətinin dövlətə yenidən külli miqdarda vergi borcu üzə çıxıb. Bir xəbər media 32 gün aza istinadən xəbər verir ki, sözgedən MMC-nin borcu hazırda 163.037 manat təşkil edir. Eləcə də sözgedən Açıq Səhmdar Cəmiyyətə daxil olan Kristal Pen Qapalı Səhmdar Cəmiyyəti də dövlətə böyük miqdarda borclanıb. Bu sözgedən şirkətin hazırda vergi borcu 83.508 manatdır. Kristal Plates məhdud məsuliyyətli cəmiyyətinin də külli miqdarda vergi borcu mövcuddur. Şirkətin 474.924 manat borcu var. Xatırladaq ki, deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev 2024-cü ilin fevral ayından etibarən Kristal Group of Companies Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədr vəzifəsini icra edir. O, eyni zamanda atasının rəhbərlik etdiyi Azəraqrar Tikintə Açıq Səhmdar Cəmiyyətində sədr müavini və yaşayış binalarının inşası ilə məşğul olan Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin əsas payçılarından biridir. Pərviz Vəliyev bu vəzifələr vasitəsilə qrup daxilindəki beton, plastik qapı pəncərə istehsalı və tikinti layihələrinə ümumi rəhbərliyi həyata keçirir. Mətbuatda yayılan araşdırmalara və iddialara əsasən Kristal Group of Companies Açıq Səhmdar Cəmiyyəti Milli Məclisin deputatı Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsus biznes şəbəkəsinin bir hissəsi hesab olunub. Mətbuatda yayılan məlumatlara görə rəsmi sənədlərdə qrupun tərkibindəki Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin 50% səhmdarı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev kimi göstərilsə də, media resursları bu nəhəng holdingin birbaşa deputatın himayəsində olduğunu bildirir.